Bugün imtahanda düşən birinci mətn. Sən də harda səhv etdiyini öyrənmək istəyirsənsə, bu video tam sənin üçün. Birinci mətn düzgün cavabları üçün videonun sonuna qədər izlə. İndi isə keçərək birinci mətnin izahına. Mətnimizin adı bir xatirədir və müharibə dövrünə təsadüf edir. Bizdə iki əsas obraz var. Biri hadisəni danışan Həmzə obrazıdır, digəri isə onları yeni qonşu köçən Əziz obrazda. Hər ikisi həmyaşıddır və 3-cü sinifdə oxuyurlar. Vaxt itirmədən suallarımıza baxacağıq. 37-ci sual. Mətndə üzərində rəqəm yazılan hansı söz verilmiş cümlədə kontekstdə olan mənadadır? B variantı üzərindən gedəcəyik. B variantında 5-ci yerində işlədilməmişdir. 5 üzərində yazılmış rəqəm tutulmuşdu. Baxırıq. Güllü xalada tutulmuşdu. Yəni söz deyə bilmirdi mənasında. Məcazi mənada işlənmişdi. Kamal hər kəsin önündə danlanan üçün bərk tutuldu. Yəni o da heç bir şey deyə bilmədi deyir. Hər ikisi kontekstdə uyğun mənadadır. 37 düzgün cavab B variantı. 38-ci sual. Mətndə nöqtələrin yerinə nə yaza bilərik? Baxırıq ki, sondan ikinci abzasımızda var. Baxın, işarələyirəm. Bu hissədədir. Anam peşman olmuş kimi məni bağrına bastı. Olacaq düzgün cavabımız D variantı. 39 mətndə bəndə hansı rəqəmlər çıxarılsa heç nə dəyişməz. 39-cu sualda düzgün cavabımız C variantı olur. C variantı yəni 1 və 4. Çünki ondan əvvəlki və sonraki cümləni oxuyanda həmin cümləni, yəni 1-i və 4-ü biz cümlədən çıxarsaq heç bir şey dəyişməz. Digər suala baxaq. 40-cı sualda nə istəyir bizdən? Mətn tərkib hissələri bağlı sizə fikir istəyir. Düzgün cavabımız olacaq C variantı. Hadisənin müharibə dövrünə deyir baş verməsini yalnız giriş, yəni birinci abzasda görə bilərik. Xeyr, ortadakı abzaslarda da bunun şahidi ola bilərik. Düzgün cavabımız olur C variantı. 41, yəni 5-ci sualımız mətndə çərçivədə karına gəlmək məcazi mənada işlənmişdir və işinə yaramaq mənasındadır. Düzgün cavabımız A variantı. 42-ci sualda hansı fikirlər mətnə aid deyil? 2. Güllü xalanın yalvarışı, 5. Səxavətli olmağa mükafatı, yəni D variantı. 43-cü sual. Mətnə əsasən Əziz və Həmzə üçün ortaq cəhətlər nə ola bilər? Hər ikisinin yaxını müharibədə idi və həmyaşıd idi. Düzgün cavabımız E variantı 2 və 4. 44-cü sual. Uyğun fikirlər doğrudan doğru, yanlışdan yanlışı seçəcəyik biz. Bu zaman nəyə diqqət yetiririk? 1. Əziz və Həmzə müharibənin gətirdiyi məhrumiyyətlərlə üzləşmişdilərmi? Bəli, doğru fikirdir bu. 4. Yanlış fikirdir. Əziz Gengüzəranın 1 və 3 üzr istəyirəm. Həmzə onun üçün almış pencəyə, onun üçün alınmamışdı, atasından qalmışdı. Düzgün cavabımız olacaq 1 və 3, yəni E variantı olmuş olacaq. 45-ci sual cavab kartında var, ona görə düzgün cavab bilmirik, amma 46-cı sual baxa bilərik. Müharibənin yükü böyüklərin çiynində idi və ağrısı uşaqların qəlbində idi. Birə yaza bilərik ki, onlar atasız böyüklərlə bağlı nə yaza bilərik? Çətin vəziyyətlə, maddi çətin vəziyyətlə rastlaşırlar, ailə başçıları üzərlərində olmur. 2. Yaza bilərik, uşaqların qəlbində uşaqlar müəyyən məhrumiyyətlərlə böyüyürlər. Kasıbçılıq onların maddi rifahını daha da pisləşdirir. Tipli cümlələri yazsaq düzgün cavab almış olarıq.